Apple istehsal xəritəsinə əsasən 26-28-ci illərdə özünün qatlanan smartfonlarını təqdim edəcək. iPhone qatlanan devicelara diqqət yetirmək üçün iPhone Air istehsalını dayandıra bilər. Koreya və Yaponiyadakı insiderlərin sözlərinə görə Apple strategiyasını dəyişdirib və hazırda qatlanan smartfonlara diqqət yetirir. Ultranazik dizayn və 3149 mAh batareya olan iPhone Air-in aşağı satışları arasında şirkət bu modellərin istehsalını təxminən 1 milyon ədəd azaldıb. Qiyməti $999 olan alıcılar $100 daha çox xərcləyərək və daha güclü iPhone 17 Pro-nu seçməyi üstün tutur. Air-ə marağın azalması ilə Apple istehsalını dayandıra bilər. Samsung'un Galaxy S seriyası ilə də oxşar vəziyyət müşahidə edilir. İndi Apple diqqətini yeni bir kateqoriyaya yönəldib: qatlanan iPhone-lar. İki News'a görə Apple 2 device hazırlayır. 26-cı ildə gözlənilən kitab stilli model və 28-ci ildə satışa çıxarıla biləcək kompakt flip modeli. Şirkət artıq əsas komponent təchizatçılarını seçib. Bu da ciddi niyyətlərin və yalnız eksperimental layihənin olmadığını göstərir. Bəzi proqnozlar göstərir ki, şarnir və ekran materiallarının təkmilləşdirilməsi səbəbindən buraxılış 2027-ci ilə qədər təxirə salına bilər. İnsiderlərin sözlərinə görə hər iki prototip daha parlaq görüntülərə və qırışsız görünüşü təmin edən COE texnologiyasına malik LPTO panellərdən istifadə edəcək. Daha böyük model 7.8 inçlik panelə, flip versiyası isə daha kompakt formata malik olacaq.